Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə Rusiya Federasiyasına qayıtması üçün əsaslı dialoq aparırlar. O, Bakıda həbsdə olan Dmitri Fyodorova ixtisaslaşmış tibbi yardımın göstərilməsi və görüş üçün Rusiya səfirliyinin rəsmi Bakıya təkrar müraciət etdiyini bildirib. Dövlət Təhlükəsizlik Xidmətinin Hürriyyət TV və eyni adlı qəzetin redaksiyasında keçirdiyi əməliyyatda baş redaktor Vüqar Məmmədov saxlanılıb. Redaksiyada və onun evində axtarış aparılıb. Bir neçə əməkdaş da DTX-yə aparılsa da sonradan azadlığa buraxılıb. Məmmədov 2023-cü ildə Hürriyyət TV-də yayımlanan qadağan edilmiş məlumatla bağlı da bir ay həbs olunmuşdu. Onun Ramiz Mehdiyev işi ilə bağlı həbs edildiyi deyilir. Paşinyan bildirib ki, 2026-cı il parlament seçkiləri Azərbaycanla sülh prosesi üçün həlledici olacaq və o, xalqın sülh gündəmini dəstəkləyəcəyinə inanır. Paşinyan Türkiyənin diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının da yaxın zamanda baş verəcəyini deyib.